olsaydım adına bəydim. Sərbəst şeirin özünün başqa bir mahiyyəti var, başqa bir özünün üslub tərzi var. Bax, bugün mən səni gördüm, salam vermək istədim, üzünü yana tutdun. Söylə illərdən bəri qəlbimizin bir vurub bir duyduğu illəri axı nə tez unuttun. Gördün nə qəşəng gəldi oturdu yerinə. Sən bunları öyrən, mən sizə heç nə demirəm. Sən kimsən, mən kiməm? Öyrən. Əlbəttə ki, sizlə mən bir ola bilmirəm. Bəxtiyar ola bilməz, bir də ola bilməz. Amma qızım, öyrən də biz nə deyirik ki? Biz gəlib burada başqa şey demirik ki. Mən nə deyirəm bəs? Həvəskar şairədir. Həvəskar şairə sözü İndira xanım yoxdur ədəbiyyatda. Mikrofon İndira xanıma, o 35 kitabın müəllifidir. Bu adam peşəkar şair. 100 kitabın da müəllifi var. O 35 kitabın içində əgər 5 köpürük şeir yoxdursa o şeir deyil. Söhbət ondan getmir ki, üzvü oldum, əlimdə vəsiqə mən şairəm. O vəsiqə olmaq şair olmaq demək deyil. Şairin özünü nəfəs almalıdır.